Fatihə surəsinin baxın, əsas mövzu nədir? Allah Taala'nın sifətləri. Çünki orada rəhmət sifəti gedir. Rububiyyə, Rabbul Aləmin, Məlik Yevmiddin, mülkün sahibi, Allahın izzətini neyini bəyan edir. Həmçinin axirət günü, yəni Məlik Yevmiddin, qiyamət günü sahibi ifadəsi isə axirətə imanı təsdiqləyir. Yəni Allah ibadət dua ilə razı salınması. Yəni İyyəkə na'budu və İyyəkə nəstə'in ayəsi. Yəni Allah ibadət, təvəkkül, dua, yardım istəmək, Allahın tək məbud olduğunu təsdiqləyir. İhdina sıratal müstəqim. Həmçinin doğru yol. Doğru yolda ey Rəbbim, məni doğru yolda sabit eylə. O yolda ki peyğəmbərlər, yəni salihlərə o yolda yönləndirmisən. Yəni əyrilik olanların yolu deyil, qəzəbə düşər olanların yolu deyil. Baxın, nə qədər mənalar cəm edilir. Ona görə, yəni Quranda olan bütün məzmunlar, Allaha ibadət, dua, yəni Allaha bağlı olmaq, etiqad, hamısı Fatihədə ümumi şəkildə toplanıb. Düşünün. Ona görə nədir? Fatihə surəsindəki çox bəlağətli bir nədir? Surədir.